siz ümumiyyətlə hansısa görmüsünüz, yəni xoşbəxt adam, həyatından razı adam. Yəni normal həyatını yaşayan adam kiminsə videosuna girsin, mənfi şərh yazsın və yaxud nə bilim belə sancası bir sözlər yazsın kiminsə videosunun altında. Yox, elə şey olmur. Ümumiyyətcə o kim ki videolarda mənfi şərh yazır, belə istəyir sansın, istəyir belə nətərsə səni əsəbləşdirsin, özündən çıxartsın. Onu bilin ki, onlar elə bil ki həyatında, yəni öz içində olaraq bədbəxt adamlardır və öz əsəbini kiməsə paylaşmaq istəyir, kiməsə belə deyim də, kiməsə üstünə atmaq istəyir. Yəni mən bədbəxtəmsən, mənim içimdə qurt varsa belə deyim, qoy sənin də içində olsun, qoy sən də narahat ol. Yəni ona görə başlayırlar, qabanı sən olmasan başqa bir video olsa belə, yəni başqa bir şəxs olsa belə, onun da videosunun altına nəsə yazacaqlar. Yəni o adamın öz bədbəxtçiliyindəndir irəli gəlir ki, kiminsə videosunun altında elə bir şəxs yazsın, amma onları heç vaxt bloklamayın, çünki onlar çox lazımlı bir şəxslərdir. Ona görə